Sumqayıt şəhərində Novruz bayramı münasibəti ilə şəhid ailələri üçün süfrə açılıb. Sahibkar xanım iş adamı Zeynəb Səmədova tərəfindən təşkil olunan tədbirdə şəhər üzrə 70-dən çox şəhid ailəsi iştirak edib. Bayram tədbiri milli mənəvi dəyərlərin yaşadılması, eləcə də vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə diqqət və qayğının göstərilməsi məqsədi ilə keçirilib. Tədbirdə çıxış edən sahibkar xanım Zeynəb Səmədova şəhid ailələri ilə bir arada olmaqdan böyük qürur duyduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi daim xalqımızın qəlbində yaşayır və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Zeynəb Səmədova çıxışında vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün ölkəmizdə sülh və sabitlik hökm sürür. Onun sözlərinə görə bu cür tədbirlərin keçirilməsi şəhid ailələrinə olan hörmət və ehtiramın ifadəsidir. Sahibkar xanım bildirib ki, hər zaman şəhid ailələrinin yanında olmağa çalışır və bundan sonra da belə sosial təşəbbüsləri davam etdirəcək. Zeynəb Səmədova çıxışı zamanı həmçinin müqəddəs Ramazan ayına toxunaraq bütün oruç tutanların oruçlarının Allah dərgahında qəbul olunmasını arzulayıb. Ölkəmizə sülh, firavanlıq və bolluq diləyib. Tədbir iştirakçıları da göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Şəhid anaları çıxış edərək belə bir tədbirin təşkil olunmasını yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, şəhid ailələrinə göstərilən diqqət və ehtiram onların dərdinə bir qədər təsəlli olur. Şəhid anaları sahibkar xanım Zeynəb Səmədovanın bu xeyirxah təşəbbüsünü alqışlayaraq ona təşəkkürlərini çatdırıblar. Qeyd edilib ki, bu cür sosial təşəbbüslər cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsinə mühüm töhfə verir. Tədbirin təşkilatçısı olan Zeynəb Səmədovanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonda bir daha bildirilib ki, vətən uğrunda canından keçən şəhidlərin xatirəsi daim uca tutulur və onların ailələri dövlət və cəmiyyət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Bura yığışma səbəbimiz həm çox gözəl bizim adət-ənənələrimiz olaraq Novruz bayramı ərəfəsindəyik, həm də 11 ay sultanı olan müqəddəs Ramazan ayındayıq. Bu günlərim mən özüm təşəbbüs göstərərək şəhid analarımızı bu günlərim həm Novruz bayramı münasibəti ilə onları təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Onların borcu ödənməz, onların övladları 44 gün ərzində Cənab Prezidentin tapşırığını yerinə yetirərək, yəni Müzəffər Ali Başkomandanın arxasında ordu olaraq dayanaraq bizim torpaqlarımızı işğaldan azad ediblər. Mən bir sahibkar kimi deyə bilərəm ki, biz ölənə qədər o analara borcluyuq. Onların dünyaya gətirdiyi övladlara borcluyuq və bu günlərim olan qarşısında baş əyirəm. Sahibkar xanım Zeynəb Səmədovanın təşkil etdiyi bu bayram süfrəsi də şəhid ailələrinə göstərilən ehtiramın və milli həmrəyliyin növbəti nümunəsi kimi dəyərləndirilib. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.